Bismillahirrahmanirrahim. Kinomuzu bağışlamıram ki, Rasim Balayev kimi bir aktyoru çəkmədik. Kino yiyəsiz olanda belə olacaqdı. Yəni, Rasim Balayeva bir senari yazan tapılmadı. Azərbaycan kino tarixinin kitabı bağlandı. Gəlib dolğu verirdi, dolğu düzəldirdilər. 20 yaşlı cavan qızlar. O bir faciədir. Aha, yaralı yerimə toxundu mənim. Oğlanlar qızlara başlayıb oxşamağa. Qızlar oğlanlara başlayıb oxşamağa. Baxırsan müğənnini dünən bir cür görmüsən. Bugün baxırsan efirdə üz belə qalxıb, göz görünmür. Özü də cavandır. Bir aktrisalar qırışları ilə maraqlıdır da. 3 metr eni olan yolda 4 dənə zolaq qoyublar. Nədir bu? Nədir? Nadanlıq. Xalidə xanım, həyat yoldaşınızla necə tanış olmusunuz? Bismillahirrahmanirrahim. Dram dərnəyinin İrmanlılar adına mədəniyyət sarayında Lütfü müəllimin dərnəyində Garcia Lorca'nın Qanlı Toy əsərində o bəyi oynayırdı, mən gəlini. Və oradan hər şey başladı. Yaxşı da ki başladı. İstedadlı, ağıllı, mədəni. Sevdik bir-birimizi. İndiyənəcən bir yerdəyik. 17 yaşımızdan. Maşallah. Maşallah günü tut göz değməsin. Gedən kimi evə tüsərrədəcəm oldu. Göydə ulduz ay dolanır, yerdə gülür gül çiçək, görən haçan bir də yarım qapımızdan keçəcək. Mən sizinlə zaten izləyəndə də, baxanda da görürdüm. İndi də üzbəyiz oturmuşuq. Görürəm ki, sizdə heç bir estetik prosedur, üzünüzdə falan heç bir prosedur yoxdur. Olmayacaq da. Olmayacaq. Elə onu soruşacaqdım ki, nə vaxtsa üz tutma ehtimalınız varmı? Yox, olmayacaq. Olmayacaq. Hərdən deyirlər, gəl belə elə nə bilmə. Yox, niyə ki? Mən qocalığımı sevirəm. Alisa Friendlich kimi, Sophie Loren kimi. Bütün üzləri qırış-qırışdır. Mən onu da görmək istəyirəm. Mən kim üçün eləyim ki onu? Kimin üçün? Məni belə qəbul eləyirlər. Mənə demirlər. Qəbul eləməsələr də özümü qəbul eləyirəm də. Özümdən razıyam. Nə olur ki mənə? Çünki bugün yaş fərqi olmadan xanımlar üst tuturlar bu prosedurları. O dəhşət, o bir faciədir. Mən onu faciə sayıram. 20 yaşında qızlar, mən şahidi oldum, getmişdim. Gəlib dolğu verirdi, dolğu düzəldirdilər. 20 yaşlı cavan qızlar. Bu artıq xəstəlikdir. Bu bilirsiniz nədir? Bu dəb deyilən bir şey var. İstəyir əyinbaş olsun, istəyir məsəl üçün bu makiyaj falan olsun, bu prosedurlar. Bu virus kimidir, koronavirusu var idi ya. Mən onunla müqayisə edirəm bu şeyləri. Bu bir virusdur. Bəli, mənim etirazım geyimlərə qarşı da var. O şeylərə qarşı da var. Baxırsan müğənnini dünən bir cür görmüsən. Bugün baxırsan efirdə üz belə qalxıb, göz görünmür. Özü də cavandır. Cavandır, heç 40 yaşı yoxdur. Hə, sən nə ehtiyacın var? Baxıram, qız gedir. Şalvarı enli, cırıq, krasovka. Nefrət edirəm krasovkalara. Sevmirəm. Sizə görə demirəm ha qızlar. O mənim fikrimdir də. Elə bilirəm, oğlan gedir, qız gedir, bilmək olmur. İndi dünən o söhbət, oğlanlar qızlara başlayıb oxşamağa. Qızlar oğlanlara başlayıb oxşamağa. Nədir bu? Hə də mən neyim, məndən asıl deyil ki. Günah məndə deyil. Valla mən günahkar deyiləm. Mən baxın, gəzə bilmirəm, amma çıxmışam bayra kabluklu ayaqqabını. Çünki qadına kabluk mütləq lazımdır. Onu şıq göstərmək üçün, uzun saçlarını belə təkmək üçün. Nə bilim. Biz çox böyük bir müharibədən keçdik, qələbə qazanmış olduq. Sanki tutarlı bir film çəkilmədi. O vaxt bizim tütək səsimiz var idi. Müharibənin arxa fonunu göstərirdi. Müharibə gedirdi, müharibəni göstərmirdi, amma müharibənin təsirini göstərirdi. İnsanların üzərində olan təsirini. Çox filmlər var, Cəbiş mənim. Hə. Amma bugün o müharibədən sonra sanki elə bir film çəkilmədi. Kino yiyəsiz olanda belə olacaqdı.
30 il bundan əvvəl çəkdiyimiz, o itirdiyimiz torpaqların kinosu çəkildi. Bilirsiniz nə qəhrəmanlıqlar olub orada, nə hadisələr olub ola. Orada bir kitablar yazıblar, çoxlu kitablar var. Xocalı haqqında kitab çıxardanlar var. Yəni hər bir hadisə bir filmdir, bir kinodur. İdeologiya dediyim şey var. İdeologiya zəifdir. Zəifdir. O vaxt ideologiya vardı. Biz axı 15 respublika bir yaşayırdıq, düz deyil. İdeologiya da bir dənə idi. Bilirsiniz nə qədər müharibədən sonra nə qədər biz Rus filmlərini, müharibə mövzusunda filmlərə baxırdıq da. Azori Zestiki. O qədər filmlər var indi bir-bir onların 17 mgновений весны. Yəni təbliğat idi, təbliğ olunurdu. Bizdə olunmadı. İndi 44 günlük müharibə. Bəlkə çəklər nə vaxtsa. Nə bilim. Gecikirik. Artıq keçdi o boyda bir zəfər, o boyda bir hadisə. O boyda tarixi bir hadisədir. Elə bir yeni bir tarixə girdik. Son 1 ildə, son 2 ildə çox sayda sənət adamlarını itirdik. Sonuncu itirdiyimizdə xalq artisti Rasim Balayev oldu. Birlikdə çalışdığımız çox işlər olub. Ən yadda qalan, bugün onu xatırlayanda sizi təsirləndirən xatirəniz nədir? Xatirədən çox mən kinomuzun vəziyyətini ağlayıram. Ki, Rasim Balayevi itirdik bizim kinomuz. Şəfiqə Məmmədovanı itiririk. Zərnigar Ağakişiyevanı itiririk. Və bir çox Zemfira Sadıxovanı itiririk. Elə mənim özümü də saysam o sihaya. Yəni, 30 ildən artıqdır. Yəni, Rasim Balayeva bir senari yazan tapılmadı. Axı onun fakturası, onun istedadı, onun o... Bilirsən, söz demək olur, amma sözü hər kəs yeridə bilmir. O bir ağzını açan kimi sən onun təsirinə düşürsən, Rasimin təsirinə düşürsən. Onun dediyini, onun görüntüsü, onun xarizmasına düşürsən, təsirinə düşürsən. Energetikası var, enerjisinin. Bu kinoda bu çox vacibdir. Bu cür aktyorlar çox vacibdir. Yəni, mən bağışlamıram. Kinomuzu bağışlamıram ki, Rasim Balayev kimi bir aktyoru çəkmədik. Rasim Balayevin dünyasını dəyişməyi, güya deyirlər, illərdir xəstə idi, filan idi, bəşməkan idi, belə. Amma yenə də bütün bunlara rəğmən mənim üçün inandırıcı gəlmir bugün də. O kitab bağlandı. Azərbaycan kino tarixinin kitabı bağlandı. Tarix yazan, tarixdə qalan kinomuzun kitabı bağlandı. Şəfiqə Məmmədova kimi bir aktrisanı biz bir rol çəkib, bir rol yazıb, niyə fransızlar eləyir, niyə almanlar eləyir, niyə o birilər eləyir, bu birilər eləyir, niyə yaşlı bəyəm aktrisa deyil, yaşlı. Aktrisalar qırışları ilə maraqlıdır da. O qırışlarda həyat var da. Bugün geriyə baxanda, istər sənət yolunuzda, istər şəxsi həyatınızda nəyi dəyişmək istəyərdiniz? Bir şansınız yaransaydı? Kainata görə bizim insan ömrü 3 dəqiqə heç çəkmir. Qalıb da, nətər qalıb. Dəyişməzdim. Çünki elə şeylər var ki, mənim əlimdə deyirdi axı. 10 yaşında anamı itirdim, 17 yaşında atamı. Əlbəttə onları dəyişərdim. Qoymazdım anamın dünyasını dəyişsin, qoymazdım. Amma mənim əlimdə deyir axı. Bax, onları dəyişərdim. Bəzi şeylər var, onu deyə bilmirəm. Onları dəyişmək istəyərdim. Coğrafiyamı dəyişərdim. Daha geniş, daha belə gedərdim. Çünki ben Avropaya neçə dəfə getdim. Çıxırsan evdən, taksi lazım deyir. Mən taksiyə minirəm, gəlirəm də. Avtobuslar basa-bas, hər dayanacaqda saxlayır. Taksi, metrolar basa-bas. Məsələn, orada girirsən, evin qabağından tramvay keçir. Məsələn, məndən soruşsalar arzun nədir? Mən istəyirəm Bakıya tramvay salsınlar. 3 metr eni olan yolda 4 dənə zolaq qoyublar. Nədir bu? Nədir? Nadanlıq.
Xalidə xanım, sizin adınız gələndə ən çox kütlə, belə deyək, çox tamaşaçılar, çox izləyicilər Nəsimi filmi ilə xatırlayır. Amma mənim ən çox sevdiyim film Xoşbəxtlik Qayğılarıdır. Çünki biz elə 3 bacı olmuşuq və elə uşaqlıqdan anamız o filmi bizə bir növ tərbiyə kimi də göstərib. Oradakı qızların, bacıların bir-birinə münasibətini, əşyalarının bir-biri ilə bölüşməsini. Yəni tərbiyəvi bir film idi. Amma bu gün təəssüflər olsun ki, belə filmlər demək olar ki, çəkilmir. Bir qədər bu barədə danışaq. Həmin o filmdən, o filmin belə deyək, izləyicilərə ötürdüyü nüanslardan və bu gün niyə belə filmlər yoxdur? O cür filmlərə böyük ehtiyac var. Çünki kino ilk növbədə sənətdir. Mədəniyyətin, incəsənətin bir növüdür. Demək, mənəviyyatımızın tərkib hissəsidir. Kino kimi ən böyük təbliğ, təsir vasitəsi heç bir sənət yoxdur. Kino qədər. Kino bizi bir xalq kimi, bir coğrafiya kimi dünyada tanıda bilən bir vasitədir. Növdür, sənət növüdür. Və bu filmi rəhmətli Həsən Seyidbəyli ssenari müəllifi də özüdür. Çəkməyə başlayanda, yəni ansamblı yığanda, komandanı yığanda məni də dəvət elədi kino ittifaqına. Mən artıq Nəsimidə çəkilmişdim və dəvət elədi. Dedi ki, Xalidə, sənin üçün bir rol yazmışam. Mənim üçün yazılmışdı o rol. Adını da Xalidə qoymuşam. Mən indi onun dəyərini daha çox anlayıram, nəinki o zaman. O sizi Xalidə obrazında sizi gördü və sizin adınızı da obrazda qoydu. Bəli, filmdə də. Həqiqətən də o Xalidə sizsiz? Bəli, kimdir ki? Mənəm. Orada uzanan yerində belə eləyirik. Hamı danışır, vur, ha, vurdu, o bacı bunu deyir, o bacı bunu deyir. Yəni, mənə o söhbət mənasız qalır. O Xalidə bir dənə söz deyir, işığı söndürün. Xalidə, bax ne diyecektim seni, sözüm yadımdan çıxdı. Tez ol, kişi var xala, işim çoxdur. Hə, yadıma düşdü. De gelim inisti sen haçan qurtarsın, hə? Bilirsən qızım, evdə ocaq başında həkim çox yaxşı şeydir. Niyə o yan bu yana fırladın? Bax sen belə dur qızım, mən sənin üzünü yaxşı görüm. Ondan axı mən sizin üzünüzü görmürəm. Mənim üzümdə nə var, hər nə var səndə var, aç eyran qız. Vaxtım yoxdur, tələsirəm. Suallarımdan biri o idi ki, hansı obraz sizə daha yaxın olub? Özünüzü o obrazda görmüsünüz, elə başa düşdüm ki, elə Xalidə obrazı olub. Xalidəyə oxşayıram, amma mənim üçün ən yaxın obraz Nəsimidə çəkildiyim Fatimədir. Mənim xarakterimə də uyğundur. Çünki fikir verin, mənim tütək səsində millidir, etirazçı, sözünü deyən, yəni fikrini qorxmadan söyləyən, yəni mənim idealım o cür adamlardır. İdealımdır. Ona görə mən onları ləzzətlə oynamışam, ləzzətlə çəkilmişəm. Amma Xalidə də özümü oynamışam da. Özünü məndən nihan etmək dilərsən, etmə gel. Gözlərim yaşın rəvan etmək dilərsən, etmə gel. Yandırırsan könlümü eşqində, məlum oldu kim, anı rüsvayı cahan etmək dilərsən, etmə gel. Cəfər Cabbarlı adlı Azərbaycan Film Kinostudiyası var idi və istehsal bazası idi. Dövlət sifarişi ilə çəkilirdi bütün filmlər. İndi prioritet verilib özəl şirkətlərə, özəl film çəkən özəl şirkətlərinə, prodüserlər mərkəzi yaranıb. Düzdür, prioritet buna verilib. Mənə elə gəlir ki, kino, bayaq da dediyim kimi, bizi təbliğ eləyir. Bir xalq kimi, bir coğrafiya kimi. Mənə elə gəlir ki, yenə də dövlət nəzarətində olmalıdır. O boyda kinostudiya istehsal bazası kimi təzədən bərpa eləmək lazımdır. Lazımdır, yolu budur, başqa yolu yoxdur. Çünki vaxtı ilə Heydər Əliyev, ulu öndərimiz,
maddi texniki bazanı yeniləndirmək üçün və o bizim o vaxt çəkilən filmlərimiz qızıl dövrümüz adlanır. Moskvaya müraciət eləyir, valyuta hesabına bizdə təmir olunur, texniki vəsaitlər gəlir. Mən telefonumda var, mən hətta telefona baxa-baxa sizə saya bilərəm nələr var idi o dövrdə bizim kinostudiyada. Yəni bizim gücümüz yoxdur onu bərpa eləməyə. Muğam mərkəzinə getmişdik. Tədbir var idi. Cavan aktyorlar da gəlmişdilər ora. Bir cavan aktyor var. Yaxınlaşdı mənə və bir söz dedi. Adını o aktyorun çəkməyəcəm. Çünki o söz məni çox ağrıtdı. Dedi, Xalidə xanım, siz o cür filmlərə çəkilmişsiniz də. İndi təkcə mən yoxdur, məndən başqa aktyorlar da var. O tarixdə qaldı. O Azərbaycan kinosu adı gələndə onlar yada düşür. Bəs biz hara düşəcəyik? Biz necə olacağıq? Xalidə xanım, bu son çəkilən filmlərə dəvət almısınız heç? Dəvət almışam. Bəli. Amma getməmişəm. Niyə görə? Filmin adını çəkməyəcəm təbii ki. Qarabağ mövzusundaydı. Şəhid anası idi. Və getməli idik azad olunmuş torpaqlarımıza. Çox şükür gedə bilirik. Çox şükür. Min şükür. Demək, orada gedir oğlunun qəbrinin üstündə tapır. Gedir orada ana fəryad edir. Mən dedim ki, mən bu rolu oynaya bilmərəm. Mən bunu yaşamalıyam. Belə də dedim rejissora. Amma yaşasam, mən orada öləcəm. Mən öləcəyəm orada, 100% bilirəm. Mənə də olmaz da, mənə də olmaz, problemlərim var ona görə. Mən dedim, mən gedə bilmərəm. Mən anlada bilmərəm tamaşaçını. Çünki o elə mövzudur ki, mən hələ də Şuşaya getməmişəm. Gedə bilmirsiniz də? Mənə aid olan bir şeydir. Gedə bilmirəm. Nə vaxtsa gedəcəksiniz? Nə vaxtsa gedərəm. Nə vaxtsa olsa gedərəm. Bilirsiniz, niyə gedə bilmirəm? 30 il gözlədiyimə görə. Yenidən sizi efirdə görmək üçün, yəni o filmdə görmək üçün necə bir obraz olmalıdır? Sizə hansı obraz təklifi gəlsə, siz deyərsiniz ki, hə, bax, mən bu filmdə oynayaram. Əvvəla ssenari ilk növbədə. Rejissor bilməlidir nə çəkir, niyə çəkir və necə çəkir. Bunu bilməliyəm. Konsepsiyası aydın olmalıdır. Strategiyası aydın olmalıdır filmin. Bunlar hamısı aydın olsa, yəni bu söhbətlər olsa və mən başa düşsəm ki, hə, mən burada olmalıyam və mən burada işləyə bilərəm, çəkilə bilərəm. Mən deyirəm, amma mən göylə gedən adam deyiləm. Yəni belə bir konsepsiyası filan olsa, vətənpərvər, vətəndaş obrazı, vətənini sevən, xalqını sevən, ailəcanlı, nə bilim, belə də savadlı, nə bilim, çox, indi yadıma da salmıram, sala bilmirəm. Yəni, mənası olsun da, bu filmin bir mənası olsun. Aktyorların, aktrisaların adətən verdikləri reportajlarda, müsahibələrdə adətən deyirlər ki, məsələn, belə bir obrazda çəkilməmişəm, çox arzuluyuram ki, çəkilərdim. Elə bir obraz qalıbmı sizin üçün? Mən nəinki obrazda, mən Janna Dark'ın dəlisiyəm. Janna Dark. Onu mən səhnədə oynamaq istəyirdim. Janna Anoyun belə bir piyesi var idi. Ona da vaxt keçdi, alınmadı. Alınmadı da. Hər şeydə, mən bir şey anlamışam ki, həyata çox şey istəmək lazım deyil. Yəni, istəmədiyin halda bir də görürsən, elə bir şey alınır ki, heç sən onu düşünməmsən. Yəni, özümü yükləyib, həyatımı, ömrümü zəhərləyib, əsəbləşib, düşünüb. Mən huzuru sevirəm də. Amma Janna Dark, hə, mənim belə, mənim idealımdır Janna Dark. Bugün gənc aktyorlardan, aktrisalardan kimləri bəyənirsiniz? Hamısını bəyənirəm. Qoy xətirlərinə dəyməsin. Cavan aktyorlardan
deyim də ən çox bəyəndiklərim Rasim Cəfər, Səmimi Fərhad və bir çoxları, Ayşad Məmmədov var və bir çoxları ümumiyyətlə bəyənirəm işlərini. Özlərini bəyəndirəm də, onların nəyini bəyəndirəm əslində sənətə olan münasibətlərini, peşələrinə olan münasibətlərini. Mən onu görəndə o münasibəti artıq o aktyor mənim yaddaşımdan silinmir. Bu gün də xanımların tez ailə qurması məsələsi aktualdır. Siz necə düşünürsünüz? Xanımlar, qızlarımız neçə yaşında ailə qurmalıdır? Tez ailə qurub boşanan var. Tez ailə qurub ölənə qədər yaşayanlar var. Yəni burada bir qrafikmi, bir qayda qanunu, bir konstitusiyamı qoymaq düzgün deyil. Bir də ki, bizdə çox şeylər səhvdir. Mən bugün bunu anlamışam. Yəni gənc oğlanla gənc qız tanış olurlar. Nəsə onların fikirləri uyğun gəlir. Bir müddət görüşməlidirlər. Bir müddət bir yerdə olmalıdırlar. Bir müddət eyni həyatı, yəni teatra getməlidirlər, kinoya getməlidirlər. Yəni nəsə yaşamalıdırlar 2 il, 3 il ki, bilsinlər ki, bunlar bir-birlərinə layiqdirlər. Ondan sonra, yəni bir-birlərini tamamlayırlar. Ondan sonra ailə qursunlar. Məncə belə olmalıdır. Gənclərə nəsihətim budur ki, yaxşı-yaxşı bir-birlərini tanısınlar. İlk növbədə deyir, hörmətdir, filandır, olmalıdır. Ancaq ilk növbədə sevgidir. Sevgi. Bir də hər insanın öz xarakterindən, öz tərbiyəsindən, öz mənindən çox şey asılıdır axı. Yəni, ailə qurmaq bilirsiniz nədir? Bax, özümdən çıxsın. Hər dəfə ocaq alovlanırsan, su səpirsən. Kompromislə doludur ailə həyatı. İndi deyirsən ki, kaş mən kompromisə getməzdim, kaş mən başqa həyat qurardım. Nə bilirsən başqa həyatda necə olacaq? Bilirsən, əvvəldən bilmək olmur ki. Çox gözəl səs tonunuz var, çox məlahətli, qulağa xoş gələn. Filmlərdə də həmçinin hər zaman çox xoş səslənib. Bizim üçün nəsə ifa edə bilərsiniz? Hansı bir filmdən? Yaralı yerimə toxundun mənim. Müğənni olmaq istəyirdim. Asara Qədimovanın bir mahnısı var. İndi telefonda varımdır. Amma ən çox sevdiyim köhnə mahnılarımızdır. Amma Flora xanım Kərimovanı bəyənirəm. Bir axşam taksidən düşüb payıza bilmədik haraya, hayana gedək. Bir axşam taksidən düşüb payıza bilmədik haraya, hayana gedək. Bahar həvəsilə payız axşamı yenə həzin-həzin titrədi ürək. Bahar həvəsilə payız axşamı yenə həzin-həzin titrədi ürək. Əla.